Hər kəs salamlayıram. Dostlar, bu qidanın nə qədər yeyilməsini mən izah eləyəcəm. Sadəcə dediyim odur ki, hardasa sən yemək yeyirsən, onun hesabatını özünə verginə. Yediyin məhsulun hesabını yox, yəni pul baxımından yox. Ümumiyyətlə, sən nə qədər yemisən, nə qədər kalori vermirsən, bunu bilməlisən. İnsanın ümumiyyətlə məsuliyyətliyi ondan bilinir. Üzr istəyirəm, əksəriyyəti elə bil ki, mədələri karvansaradır. Nə gəldi ötürürlər. Düşünmür, bu mənim ümumiyyətlə ziyandır, mənə artıq çəki verir, bu ümumiyyətlə mənim imicimə yaraşmır, geyimimə giyinəndə əziyyət çəkirəm və s. və ilahi. Keçdik əsas məsələyə. Əgər axşam vaxtı belə bir yemək sifariş eləmisənsə, langet düyü, bir də ki 2 dilim çörək. Çalış neynə? Langeti yedin hamısını, yarım düyünü yedin, biraz səbr elə. Gördün yox, doymursan bir 10 dəqiqədən sonra qalan yarısını deyil. O həddə çatdırma ginən ki 2 dilim çörəyi yeyəsən. Bir də ki deyirəm, yedin yarım düyünü, səbirli ol. Dərhal yemək, bir 10 dəqiqə səbirli ol, bəlkə heç istəmədin. Bir daha söyləyirəm ki, çalışın yeməyi bu qədər şişirməyin. Hər kəsə uğurlar.